Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlıq kitabının 2-ci nəşrindən 8-ci sınağından bəzi sualların video izahını təqdim edəcəm. İlk sualla başlayaq. Silisium elementinin 3 izotopu verilmişdir. 28 izotopunun yayılma faizi 92 və orta kütlədə də 28,11 verilmişdir. 28,11 verilmişdir. Və bizdən 29 izotopunun yayılma faizini hesablamağımızı istəyir. Deməli, biz də orta kütlə ədədinin düsturuna əsasən deməli, kütlələri onların yayılma faizinə vurub, toplayıb, 100-ə bölüb orta kütlə ədədinə bərabər edirik. Deməli, ilk öncə 28 izotopun yayılma faizi 92% olduğuna görə 28 vurulsun 92 üzərinə gəlsin. 29 izotopun yayılma faizi və 30 izotopunun yayılma faizi bizə məlum deyil. Ona görə də birini x ilə, digərini y ilə işarələdim. 29 vurulsun x üzərinə gəlsin 30y bölünsün 100 bərabərdir 28,11-ə. Biz də bilirik ki, ümumiyyətlə faizlərin cəmi, yayılma faizlərinin cəmi 100 olmalıdır. Təbii ki, ümumi 28 izotopu 92% yayılıbsa, yerdə qalan digər izotopların yayılma faizi bizə 100 çıxılsın 92-ni, yəni 8% verməlidir. X üzərinə gəlsin y bərabərdir 8%, bunu da qeyd etmişəm. Deməli, tənliyi həll edərkən 28 vurulsun 92, 2576, üzərinə gəlsin 29x, üzərinə gəlsin 30y bərabərdir 2811-ə, 100 vurulsun 28-ə. Buradan tənlikdən 29x üzərinə gəlsin 30y bərabərdir 235. Daha sonra tənlikdə x-in yerinə burada bu düstura əsasən x-in yerinə mən 8 minus y yaza bilərəm. Ona görə də 8 minus y yazmışam. Üzərinə gəlsin 30y bərabərdir 235. Y bərabərdir 3 tənliyə əsasən alınır. X bərabərdir 5. Bizdə də yuxarıda görürük ki, x 29 izotopunun yayılma faizi, y isə 30 izotopunun yayılma faizidir. Deməli, şərtdə bizdən 29 izotopunun yayılma faizini istədiyinə görə, yəni x-i istədiyinə görə x bərabərdir 5-ə. Düzgün cavab variantı D variantı. Növbəti ikinci sualımız verilən maddələrin neçə müxtəlif element atomlarından ibarət olduğunu müəyyən edin. Deməli, ilk öncə almaz. Almaz, əziz şagirdlər, bildiyimiz kimi karbonun allotropik şəkildəşməsidir. Yəni, almazın tərkibi karbondur. Yazdım. Ozon, oksigenin allotropik şəkildəşməsidir. Yəni, ozonun tərkibi nədir? Oksigen. Ağ fosfor, fosforun allotropik şəkildəşməsidir. Tərkibi fosfordur. Karbin, karbonun allotropik şəkildəşməsidir. Karbin yenə də karbondur. Oksigen isə oksigenin allotropik şəkildəşməsidir. Oksigen. Deməli, burada neçə element oldu? Karbon 2 dəfə təkrarlanıb, yəni karbon var. Oksigen var. Bir də fosfor var. 3 fərqli element. Düzgün cavab variantı C variantı. Üçüncü sualın izahına diqqət yetirək. Üçüncü sualda bizə kalsium xlorid və amonyak maddələr verilmişdir. 100 ml suda həll olan maddənin kütləsi qramlarla verilmişdir. 20 dərəcədə və 70 dərəcədə. Və doğru olan ifadələri müəyyən edin. Ümumiyyətlə biz bilirik ki, məhlullar dərsində keçmişik ki, həll olmaya əsasən 2 amil təsir edir: temperatur və təzyiq. Temperatur bərk maddələrin həll olması ilə düz mütənasibdir. Yəni, temperaturu artırdıqda bərk maddələrin həll olması artır, lakin temperaturu azaltdıqda isə bərklərin həll olması azalır. Qaz halında maddələrin həll olması isə temperaturu artırdıqda azalır, temperaturu azaltdıqda isə qaz halında maddələrin həll olması artır. Ona görə də kalsium xloridin 20 dərəcədə həll olması, yəni temperatur kalsium xlorid bərk haldadır. Temperatur artdıqca onun həll olması artacaqdır. Deməli, 70 dərəcədəki həll olması, yəni B böyükdür A-dan. B böyükdür A-dan. Deməli, 2 düzgün variantdır. Daha sonra amonyak qaz halında maddədir. Qaz halında maddələrin həll olması temperatur artdıqca azalır. Deməli, 70 dərəcədəki həll olması 20 dərəcədəki həll olmasından az olacaqdır. D isə kiçikdir C-dən. Düzgün cavab variantı D kiçikdir C 4. Deməli, 2 və 4 A variantı. Növbəti 10-cu suala diqqət yetirək əziz şagirdlər. Bizə şərtdə 4 maddə verilmişdir. X, Y, Z və T maddələri. Aqreqat halları bərk, maye.
X suda həll olur, Y həll olmur, Z həll olur, T həll olmur. Cədvələ əsasən emosiyanı müəyyən edin. Ümumiyyətlə biz bilirik ki, müxtəlif cinsli qarışıqlar iki qrupa ayrılır. Emosiyalar, bir də suspenziyalar. Emosiya nədir? Maye qarışığı bir-birində həll olmasın. Suspenziya isə maye bərk qarışığı bir-birində həll olmasın. Deməli, bizə emosiyanı istədiyinə görə Z ola bilər və T ola bilər. Hər ikisi mayedir. Lakin müxtəlif cinsli olduğuna görə suda həll olmamalıdır. Ona görə də düzgün cavab variantı T-dir. T suda həll olmur, lakin Z suda həll olur. Düzgün cavab variantı D variantı. Növbəti 9-cu sualın izahını bölüşək. Şərtdə verilir ki, kütlə ədədi 59 olan atomun nüvəsində yerləşən yüksüz zərrəciklərin sayı yüklü zərrəciklərin sayından 3 vahid çoxdur və proton sayını müəyyən edin. Ümumiyyətlə kütlə ədədi A hərfi ilə işarə olunur. A bərabərdir 59. Kütlə ədədi də bildiyimiz kimi proton və neytronların cəminə bərabərdir. Atomun nüvəsində iki zərrəcik vardır, proton və neytron. Neytron yüksüz zərrəcik, proton isə yüklü, yəni müsbət yüklü zərrəcikdir. Və şərtdə bizə verir ki, yüksüz zərrəciklərin sayı, yəni neytronların sayı, protonların sayından 3 vahid çoxdur. Yəni protonların sayının üzərinə 3 gəldikdə bizə neytronların sayını verir. Və biz bu ifadəni aparıb bu düsturda yerinə yaza bilərik. A bərabərdir, yəni 59 bərabərdir. 59 bərabərdir. Proton üzərinə gəlinsin. Neytronun yerinə P üzərinə gəlinsin 3 yazırıq. Və bu tənliyi asanlıqla həll edə bilərik. 59 bərabərdir. 2P üzərinə gəlinsin 3. 2P bərabərdir 56-ya. P bərabərdir 28-ə. Düzgün cavab variantı D variantı.